Hər gün 10-15 dəqiqə aralığı ilə nəzərinizə çatdıracağım məşqləri etməklə gələcəkdə yaşaya biləcəyiniz unutqanlığın qarşısını ala bilərsiniz. İlk olaraq söz ardıcıllığı deyirik və ya söz zənciri. İlk sözdən sonra ağlınıza gələn 10-12 söz arasında əlaqə qura bilərsiniz və bitəndən sonra bu sözləri ardıcıllıqla yazmağa çalışın. Daha sonra 12 rəqəmli göstərdiyim, məsəl üçün belə bir say, tərsinə yazmaqla yaddaşınızı yoxlamış ola bilərsiniz. Eyni yerə müxtəlif yollarla, alternativ yollarla gedə bilərsiniz. Gündəlik vizual yaddaşı inkişaf elətdirmək üçünsə olduğunuz otaqda və ya yeni getdiyiniz bir məkanda ilk olaraq 5-10 saniyə arası bütün əşyalara diqqət yetirirsiniz, gözlərinizi bağlayırsınız və gördüyünüz əşyaları sırayla yerində xatırlamağa çalışırsınız. Əlavə olaraq hər gün sudoku, yaddaş çalışmaları, hansı ki internetdən bol-bol əldə edə bilərsiniz və eyni zamanda da şahmat oyunu tövsiyə edirik. Əl-göz koordinasiyası ilə bağlı yaddaşı inkişaf etdirmək üçün işlək əlinizlə yazdığınız yazıları və ya çəkdiyiniz şəkli digər əlinizlə yazmağa və çəkməyə çalışın. Hər gün içərisində davamlı şəkildə etdiyiniz bu yaddaş məşqləri ilə inanılmaz nəticə əldə edə bilərsiniz. Yaddaşınızı zamanında qoruyun.